Hər kəs salam, bu günlər sizlərə hər hansı bir insanın yazdığı rəyi necə dəyişməyi öyrədəcəm. İndi bu da Facebook aiddir. Birinci daxil olub Facebooka, sonra bunun rəyini necə dəyişməli. Həm də rəydən başqa ayrı şeylər də bununla dəyişə bilərsiniz. Ancaq mən indi sizə rəy başa salacağım. Biz bunu belə götürürük. Məsələn, bu rəy. Biz bunu belə götürürük və sağ knopkanı basırıq mişqada və ən axırıncıya giririk. Təzə çıxan Firefox'larına girəndə bunu belə götürüb buraya basırıq. Bəzilərində isə kod yazır. Yəni kod belə məsələn üçün yazır ki, kod sözü də var. Oraya girirsiniz. Operada da kod yazılır. İndi Firefox deyənə buna giririk və sözü indi biz tapmalıyıq və buna girək. Bunları almaq olur, bunları almaq olur. Biz bunun üstünə 2 dəfə basırıq, yazışı formasına girəndə bura nə istəsəniz yaza bilərik. Məsələn üçün, hər kəsə salam. Gördüyünüz kimi da dəyişdi. Çıxırıq. Gördüyünüz kimi rəyin dəyişdi. Məsələn üçün, indi bunun rəyini dəyişdik. Baxın, məsələn, gördüyünüz kimi bunun da rəyini dəyişdik. Belə rəyləri də dəyişdirə bilərik. Hər cür dəyişdirmək olur. Baxın, gördüyünüz kimi dəyişdi. Elə olmuşkən sizə bunların hamısını öyrətdim. Sağ olun, salamat qalın.